Mən yuhacir fi səbilillah Quran-ı Kərimin ayəsidir. Və mən yuhacir fi səbilillah yəcid fil ardı murağəmən kəsirə və sa'tən. Ayə baxın. Kim ilahi yolda qədəm qoysa, o daxilən bir hərəkətə gəlsə, da qutardım, başladım, hərəkət. Kim ki daxilən bir hərəkətə gəlsə, Allah deyir, yer üzündə ona vüsət, rahatlıq və böyük imkanlar verərəm. Davamı nə deyir? وَمَنْ يَخْرُجْ مِنْ بَيْتِهِ مُهَاجِرًا إِلَى اللّٰهِ وَرَسُولِهِ. Kim bu nəfsin beytindən, nəfsin evindən çıxıb, Rəbbə tərəf, əqlaniyyətə tərəf, öz kamalına tərəf hərəkət eləsə, yarı yolda indi, summa yudrikhul maut. Ölüm də gəldi, çatdı onu. Fəqət vəqa əcruhu alallah. Narahat olmasın. 2 gündə getsə belə, o əcr ona çatacaq. Allah ona mükafatını verəcək. Hara aparmalısa Allah onu çatdıracaq. Yetər ki, niyyətin olsun, hədəfin olsun, hərəkətin olsun. Yarı yolda ölsən də, xoş olsun sənin halı var.